iqtisadi və siyasi imkanlar yaradacaq. Cənubi Azərbaycan əlbəttə ki, Türkiyə və Azərbaycanın köməyi ilə milli ordu yaratmaqda vaxt itirməz. Bu, onların təhlükəsizliyini təmin edəcək və bölgədəki güc balansını dəyişdirəcək. Araz çayı üzərindən yeni magistral yollar və körpülər Cənubi Azərbaycanı Türkiyə və Azərbaycanla birləşdirərək əlaqəni gücləndirəcək. Bu, iqtisadi əlaqələri və ticarəti artıracaq. İqtisadi cəhətdən Cənubi Azərbaycan öz neft ehtiyatlarına nəzarət edəcək və gəlirləri müdafiə, təhsil, nəqliyyat və mədəniyyətdən tutmuş milli inkişafa xərcləyəcək. Bu, onların iqtisadi müstəqilliyini təmin edəcək və yeni iş yerləri yaradacaq. Ümumi mənzərədə müstəqil Cənubi Azərbaycan, Rusiya-Ermənistan-İran nəqliyyat dəhlizini poza bilər və eyni zamanda Təbriz, Bakı və Ankara arasında yeni bir dəhliz yarada bilər. Regional dinamikaya təsir göstərə bilər. Bu, bölgədəki ticarət və iqtisadi əlaqələri dəyişdirə bilər.